Araz Naxçıvan mövsümünün sürprizi oldu. 2 il əvvəl bu komanda 1-ci liqadaydı. Ötən mövsüm Premyer Liqada yerini qorumaq üçün mübarizə aparırdı. İndi isə tarixində ilk dəfə Avrokuboklarda oynayacaq. Qısa müddətdə tərəqqi göz önündədir. Rəsmi sənədlərlə kluba bağlı olmasa da, bütün ölkənin də bildiyi kimi Araz Naxçıvanın faktiki idarəçisi Zaur Axundovun zəhm və zabitəsi sözünü deyir. Mövsümün əvvəlində həm məşqçilər korpusuna, həm də komandanın inzibati heyətinə nəticə qazanmaq üçün 2 ay vaxt verən Axundovun bu sərt xəbərdarlığı görünür ki, effektiv oldu. İllərdir Zaur Axundovun sadiq kadrlarından sayılan Eldəniz Yusubovun 20 illik futbol təcrübəsi belə vəziyyətdə işə yaradı. Maksimalist Zaur Axundovun tələblərinə, baş məşqçi Elmar Baxşıyevin oyun sisteminə, futbol baxışlarına uyğun gələn futbolçulardan heyət formalaşdırıldı. Elmar Baxşıyev ona verilən 60 günlük möhlətdən üzü ağ çıxaraq komandanı uğura daşıya biləcəyini Araz Naxçıvanın rəhbərliyinə əyani göstərdi. Razılaşaq ki, belə psixoloji təzyiq altında uğur qazanmaq hər məşqçinin işi deyil. İlk turda Qarabağdan 1-4 hesabla ağır zərbə alan Naxçıvan təmsilçisi sonra elə bir məğlubiyyətsizlik seriyası sürdü ki, hamı mat qaldı. Ardıcıl 15 çempionat və 2 kubok maçında komanda uduzmadı. 14 qələbə, 3 heçəcə. Bizim çempionatda belə seriyanı adətən Qarabağdan görərdik. Nəticədə Araz Naxçıvan 16-cı turda bir həftəlik liderliyə də yüksəldi və mövsüm ərzində Qarabağı taxtdan salan ilk və tək komanda oldu. Liqanı tərk edən Səbaildən, liqada qalmaq uğrunda çarpışan Sumqayıtdan xeyli az, cəmi 6 milyon 208 min manatlıq illik büdcə ilə Araz Naxçıvan çempionatının mükafatçısı oldu. Avropaya yol açdı. Legionerlərdən 10 gol vuran Felipe Santos, 6 qola imza atan Benny Diaz, Wanderson Melo, Ramon Machado, Igor Ribeiro, Yusuf Paro, qapıcı Cristian Avram komandaya faydalı oldu. Amma Avropaya çıxdınsa, hədəfə çatdıq, bir mərhələ oynayıb dayanmaq söhbəti artıq köhnəlib. İndi azarkeş Avropaya çıxan hər bir Azərbaycan klubundan minimum 1-2 mərhələ keçməyi gözləyir. Elmar Baxşıyev yaxın keçmişdə Qəbələyə ölkə kuboku qazandırsa da, Avropa turnirlərində uğursuzluq yaşamışdı. 45 yaşlı məşqçi üçün Azərbaycan sərhədlərini aşmaq baxımından növbəti şans bu dəfə Araz Naxçıvanladır. Ən əsası Araz Naxçıvan tezliklə Araz Mərdəkan statusundan qurtulmalıdır. Hər mövsüm söz verilsə də klub Naxçıvana köçmür ki, köçmür. İndi də vəd verilib ki, sentyabrdan Naxçıvan stadionunda yenidən qurma işləri başlayacaq. Əgər bu işlər sentyabrdan başlasa, demək hələ azı bir ildə Araz Naxçıvan rəqiblərini Mərdəkanda qəbul edəcək.